19 yaşında olan pasiyenti biz nəyə baxırıq? Dərin vena deyirik. Həmin dərin venada qanın geri axını yoxlayırıq. Dərin venada qanın geri axını problem yoxdur. Pasiyentin bizə təqdim etdiyi Doppler raporunda göstərir. Bud venasında dördüncü dərəcəli çatışmazlıq. Yəni biz bu pasiyenti özümüz Doppler etməsək, yalnız bu kağızda yazılanı əsaslansaq, biz bu pasiyentə deməliyik ki, sənin çarən yoxdur. Sən ömürlük damar corabına düçarsan, nə dünyada, nə də Azərbaycanda bu dərin venanı düzəldəcək həkim yoxdur. Halbuki Dopplerlə başdan sona qədər baxıb detallı şəkildə biraz öncə baxdıq. Heç bir dərin venasında problem yoxdur. Dizin yanında burada bir dənə damarda, səthi damarda qüsur var. Pəncənin bu hissəsində burada ikinci bir damarda qüsur var. Bir də biz diqqətlə baxsaq görəcəyik ki, sol ayaq sağa nisbətdə gəlmə böyükdür. Bütün ayaq böyükdür. Hətta pasiyent deyilinə görə sağ ayaq soldan əvvəlcə bir 4-5 sm qısa olubdu. Daha sonra bir əməliyyat keçirilib boyun uzadılması baş verib sağ ayaqda. Yəni biz hal-hazırda əslində bilmirik ki, bunun solu sağdan hipertrofiya deyil, bu olubdu, yoxsa sağ inkişafda soldan geri qalıbdı. Biz onu bilmirik. Çünki bizim bugün gördüyümüz sol sağa nisbətlə böyükdür. Amma hansı birində həqiqi mənada, dərin mənada qüsur var, heç birində yoxdur. Bu variasiyadır, hər şey qaydasındadır.